Həqiqətən adam oturub fikirləşir, bir müsəlman olaraq insan gərək, müsəlman bir şəxs gərək gecə-gündüz Allahına şükür eləyə ki, bizlərə nələri nəsib eləyib. Bizi axırıncı peyğəmbərin ümmətindən qərarlaşdırıb. Yəni İslamda olaraq, müsəlman olaraq qərarlaşdırıb. Həqiqətən də Allaha həmd və səna olsun ki, şükürlər olsun ki, bizləri bir müsəlman olaraq yaradıb və İslam peyğəmbərin ümmətində qərarlaşdırıb. Nəyə görə? Allahın Rəsulu hədislərin birində buyurur ki, Allah təbarək və təala utiyyət ümməti fi şəhri Ramazan xəmsən ləm yu'təhunnə ümməti nəbiyyü qəbli. Allah Taala bizlərə Ramazan ayında 5 dənə şey əta eləyib, məndən qabaqçı olan peyğəmbərin ümmətinə bunu əta eləməmişdi. Yəni müsəlmanlara Ramazan ayında 5 dənə şey əta eləyib ki, məndən qabaqçı olan peyğəmbərin ümmətlərinə bunu əta eləməmişdi. Buna görə şükür eləməliyik. Onlar hansılardır? Onlardan birincisi budur ki, فَإِذَا كَانَ أَوَّلُ لَيْلَةٍ مِنْ شَهْرِ رَمَضَانَ نَزَرَ اللّٰهُ تَعَالَى إِلَيْهِمْ. Allah Teala Ramazan ayının əvvəlinci günündə insanlara, müsəlmanlara rəhmət nəzəri ilə baxar. Ardıca da Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur ki, və mən nəzərəllahu iləyh ləm yuəzzibhu əbədə. Allah Teala hər bir şəxsə rəhmət nəzəri ilə baxsa, onu heç vaxt əzab və əziyyət eləməz. Allaha şükürlər olsun. Allaha sonsuz şükürlər olsun ki, bizləri bir müsəlman olaraq və peyğəmbərin ümməti olaraq yaratdı və bu mübarək Ramazan ayını bizlərə yaşadır və ibadət və itaatlərimizi də Allah Teala qəbul etsin inşallah.